Menskin operasiyası, Menskin yırtığı adına diz oynağının yırtığı deyərək insanları qorxuzmaq. Sonra həkimin hamısı yaxşı olmalıdır, hamısı işini mükəmməl bilməlidir. Xəstələrə o sözü demək ki, sənin sümüyün, yəni sənin oynağın yeyilib, xəstələrdə çox böyük qorxu hissi yaradır. Biz oturub duranda, hər dəfə oturanda bədən çəkimimizdən 6 dəfə çox diz oynağımıza yük düşür. Belə deyək ki, 80 kiloluq bir insanın hər dəfə oturub duranda 480 kiloqrama qədər diz oynağına yük düşür. Yəni, idman zalında olsun, fiziki gücdən olsun, yükdən olsun, düzgün yükün bölünməməsidir. Bugünkü gün insanların səhv diaqnoz qoymaq, yaxşı həkim axtarmaq bir problemə çevrilib. Niyə yaxşı həkim? Yəni, yaxşı həkim əslində axtarılmamalıdır. Həkimin hamısı yaxşı olmalıdır, hamısı işini mükəmməl bilməlidir. Bəzən xəstələr, yəni səhv diaqnoz deyəndə hamıya eyni sözü deyərək, yəni, ay sənin sümüyün yeyilib, qığırdağın yeyilib, hətta izah eləməyə belə çətinlik çəkirlər ki, xəstəyə desinlər ki, bu artrozdur. Artrozun dərəcələri var, o ayrı bir şeydir. 4-cü, 3-cü dərəcəli artrozlarda qığırdağın zədələnməsi olur. Bu da yəni, qəbul olunan bir şeydir. Ancaq xəstələrə o sözü demək ki, sənin sümüyün, yəni sənin oynağın yeyilib, xəstələrdə çox böyük qorxu hissi yaradır. Sonra ən çox rastımıza çıxan şeylər nədir? Menskin diz yırtığı, diz yırtığı deyilən bir şey yoxdur əslində. Diz oynaqdır, oynağın strukturu var, oynağın strukturu həm bud və qamış sümüyündən, həm diz qapağından təşkil olunur. Kapsulası var, sinovial qişası var və oynaq strukturunda eyni zamanda iki sümüyün arasında yerləşən aypara dediyimiz Azərbaycan dilində, amma tibbi dildə mensk deyilən bir xüsusi anatomik bir struktur var ki, fibroz kalso deyilir, fibroz həlqədir. Onun zədələnmələri olanda ona diz yırtığı deyib insanlarda bir qorxu yaradırlar. Yəni, əksər hallarda çox belə xəstələrimiz olub ki, bizə müraciət ediblər əməliyyat adına, ancaq onları başa salandan sonra, düzgün istiqamətləndirəndən sonra, yəni cərrahi müdaxilə şərt deyil də burada. Burada insanları düzgün istiqamətləndirəndə bu məsələnin ən çox rast gələn bugünkü gün bu problemdir. Menskin operasiyası, Menskin yırtığı adına diz oynağının yırtığı deyərək insanları qorxuzmaq. Sonra ən çox rast gəldiyimiz hallardan olur, görürsünüz. Bax, xəstələrdə müayinə aparılmadan, hər hansı bir diaqnozu dəqiqləşdirmədən, dərman müalicəsindən. Biz əslində tibbdə belə bir şey var, eksüvantibus müalicə deyirik. Yəni, diaqnozu aydınlaşdırmadan çətinlik olur. Bəzi diaqnozları biz aydınlaşdıra bilməyəndə dərman müalicəsinin effekti ilə diaqnozumuzu təsdiqləyə bilərik. Amma bu çox nadir olacaq bir şeydir. Amma bugünkü gün belə deyil. Xəstə həkimə müraciət edən kimi bir neçə arsenalımızda olan dərmanlardan qeyri-steroid iltihab əleyhi dərman, hormonal dərmanlar təyin edirlər, gedir. Sadəcə olaraq insanlar birdən onu başa düşməlidir ki, həkimə müraciət edirlərsə, həkim buna müalicə yazırsa, beynində ən azından bir xəstəlik modelini qurur və ona nə zaman, hansı dərmanı, medikamentoz olsun, istər fizioterapevtik müalicə olsun, istər cərrahi müdaxilə olsun, onu həkim özü üçün, hər bir xəstə üçün o modelində öz yeri olur. Nətər ki, bir puzzle quranda, biri çatışmayanda bir detal, o birisi detal alınmaz. İnsanlar, sadəcə olaraq bizim insanlarda da, biraz özümüzdə də bu xüsusiyyət var. Bir həkimə gedirlər, 2 dərman, 3 dərmanı alır, o dərmanın effekti ilk vaxtlar göstərsə də özünü, təkrarı müalicə, ağrılar başlayan kimi artıq yenə o həkimin yanına getmir, indi digər bir həkim axtarır. Bu, düzgün yanaşma deyil insanlar tərəfindən, xəstələrimiz tərəfindən. Çünki insanlar bilməlidir ki, artroz, başlanmış artroz, yəni, bu, hər hansı bir cərrahi xəstəlik deyil, kəsdin, tulladın, bununla da qurtardı. Orada aradan götürüləcək faktorları götürmək və medikamentoz müalicə eləmək lazımdır. Xəstədə artıq çəki varsa, xəstədə fiziki naqruzka, yük həddindən artıq çoxdursa,
onları aradan qaldırıb müalicəni o yöndə aparmaq lazımdır. Biz oturub duranda, hər dəfə oturanda bədən çəkimizdən 6 dəfə çox diz oynağımıza yük düşür. Belə deyək ki, 80 kiloluq bir insanın hər dəfə oturub duranda 480 kiloqrama qədər diz oynağına yük düşür. Yəni bunun zədələnmə ehtimalı yüksək olacaq bir oynaqdır. Ona görə də bu oynağa yanaşmaq, hətta cavan yaşlarında belə, idman edəndə belə insanlar orada bizdə bir dənə çatışmayan cəhət odur ki, idman zallarında mütəxəssis, yəni tibbi mütəxəssis olsun, istər də idmanın öz mütəxəssisi belə düzgün yönləndirə bilmir cavanlarımızı. İnsanlar əzələ kütləsi toplamaq hesabına nə eləmək istəyirlərsə, yəni bunu düzgün eləməlidirlər. Mən həmişə pasiyentlər gələndə deyirəm, bax, qolunuzun bağlarının bu cür olması, misal, ən çox omuz, biz bazı oynağında bu problemlərlə rastlaşırıq. Ən çox istər tin üstü əzələrinin dartılması olur, qopması olur, hər hansı bir sıxılma sindromu ola bilir. Yəni, buna türklər SSS, 3S deyirlər, yəni supraskapulyar impeachment sindromu. Yəni, nədir bu? Onun hamısının səbəbi, yəni idman zalında olsun, fiziki gücdən olsun, yükdən olsun, düzgün yükün bölünməməsidir.